Mənim dostlarım, qardaşlarım, bütün avtomobil satışı ilə məşğul olan maşın alverçiləri. Məndən küsürsüz. Deyirsiniz ki, Şahin bizim işimizi pozur. Yox, qətiyyən gözəl insanlar, qətiyyən mən nəinki sizin, nəinki istənilən Azərbaycanlının heç qarışqanın da işin pozmağa niyyətlənmərəm. İkincisi də ki, ruzi Allahdandır. Amma yenə də ürəyiniz rahat olsun deyə mən də sizə bu videoda sübut eləmək istəyirəm ki, mənim sizə dayı da xeyrim var, ziyanım yoxdur. Dostlar, ölkəyə ildə 90 min dənə avtomobil gəlir. Bu 90 minin 10%-i 9 min eləyir. Azərbaycan dövləti, ən böyük distribütör belə 9 min dənə avtomobili ölkəyə idxal eləyə bilmir. Həm ehtiyac yoxdur, həm də küllü miqdarda puldur. Həm küllü miqdarda böyük bir orqanizasiyasiondur. Bunu eləmək çox müşkül şeydir. Əgər ki bu hətta dövlət tərəfindən belə orqanizə edilə bilmirsə, hətta ən böyük distribütör tərəfindən orqanizə edilə bilmirsə, belə çıxır ki, 10%-i alınmır. Yaxşı biz bunun 20%-ni silək. Yəni 90 minin 20%-i eləyir 18 min. 72 min ki maşın qalır və o 72 min maşın sizin ruzinizdir. Sizin yüzlərlə, minlərlə Azərbaycana idxal edib avtomobili sata bilər. Mənim burada heç bir təsirim yoxdur. İkinci, mənim aşağı-yuxarı izləyənlər 300 minə yaxın izlənməm var. Müxtəlif platformalarda, müxtəlif saytlarda. Bu platformalarda, bu saytlarda baxmayın o 300 min dənə izlənməyə. Əsas odur ki, nə qədər adam məni başa düşür. İnanın səmimiyyətimə, 300 mindən 3000-i məni başa düşmür. Onların da yarısı mənə sual verir, suallarına cavab verirlər, deyirlər, başa düşdük, gedib tərsinə eləyirlər. Tərsinə eləyirlər çünki Azərbaycanda avtomobili texniki şeylərə görə və ehtiyaclara görə almırlar. Nəyə görə alırlar? Müxtəlif digər istəklərə görə alırlar və bunu da siz çox gözəl yerinə yetirə bilirsiniz, mənim dostlarım, qardaşlarım. Ona görə inanın ki, mən sizə heç təsir edə bilmirəm. Deyin ki, bir dəfə sizin bir dənə müştərinizi mən götürüb ona maşın satmışam. Bir yerdə ki, mən maşın satmıram. Gözəl insanlar, onda mən sizin işinizi nə cür korlaya bilərəm? Allah hamımızın işin avan diləsin. Sizə çoxlu ruzi arz edirəm. Maşın o qədər çoxdur ki, hər birimizə düşən maşın sayı yetərindən artıqdır. Ona görə məndən heç narahat olmayın. Mən sadəcə suallara uyğun cavab çəkirəm və texniki məlumatlar verirəm və hər zaman avtomobilin yaxşı və pis cəhətini göstərirəm. Vəssalam, öpürəm hamınızı.